Salam. Necəsin? Bugün məktəbə gedirik. Deməli, kamera arkası demək belə şeylər. Yağmur deyir ki, ana, sən özün denən salamlaş falan. Dedim, yox, sən özün salamlaş. Çünki sənin məktəb vlogunu çəkirik və salamlar. Salamlar, salamlar. Deməli, Yağmur bu gün nə fərqli bir şey sizinlə söhbət eləyəcək. Deməli, bugün bizim tarix dərsimiz var. Azərbaycan tarixi. 5-ci gündə ümumi tarix var. Biz 5-ci sinifdə bir metod ilə eləyirdik. Müəllimimiz sağ olsun bizə onu öyrətmişdi. Deməli, bizim sinifdə o stat uşaq var. O stat uşağın adını kağızlara yazıb bükürdük və hər uşaq istəyəndə belə balaca kağızlarda suallar hazırlayıb bükürdü onu. Daha sonra adları verməyə verirdik, sualları da verirdik, ayrı-ayrı yığırdıq. Müəllimə bir dənə az seçirdi. Açırdı, tutaq ki, Yağmurun adı. Yağmur çıxırdı lövhəyə. Sonra mən o suallardan, o adlardan birini seçirdim. Kim gəldisə çıxırdı lövhəyə. Bir-bir elə 5-6 nəfər alana kimi adları seçirdik. Sonra da sualları tökürdük ilk partaya, qabağımıza. Hər uşaq bir dənə sual götürüb açırdı. Hansı sual gəlsə onu cavablandırmalıdır. Yəni bu metoddan biz daha ileriyə getmişdik. Yəni adam qorxurdu ki, birdən belə çıxarıb, ona görə hamı oturub öyrənirdi. Və sualları da özləri hazırlayırlar, adları da özləri yazıblar. Adları mən yazdım, sualları da sinifdə çox uşaq hazırlayıb, mən də hazırlamışam. Məsəl üçün, indi birini çək görək kim çıxacaq qismət və. Arif. İndi bir dənə də sual seç, güya Arif sənə onu verir. Və cavablandır. Birinci ictimai əmək bölgüsü necə və nə zaman baş verib? Deyim də, erkən tunç dövründə baş verib. Əkinçilik ilə maldarçılıq ayrıb. O da niyə ayrılıb? O da niyə ayrılmışdı? Yəni əkinçilər oturaq həyat tərzi keçirirdi. Maldarlıqla məşğul olanlar elə otlaq üçün yer dəyişirdi də. Bir dənə sual oxuyum. Oxu. Bu tarixdədir. Şumerlərin hardan gəldiyi düşünülürdü. Dünya, yəni adamların bəziləri düşünürük ki, onlar Şimal Qafqaz tərəfdən gəliblər. Bəziləri düşünürdü ki, Altay dağlıq ərazisindən gəliblər. Ey fırın. Sunkavı yığmısan? Yox. Getdik yığmağa. Ona yerləşdi. Mən yerləşdirdim. İndi onu da bir dənə kloka qoyub bağlayıb ağzını sunkaya qoymaq lazım. Lazım deyil. Yox, elə yox. Boya birdən dağlar sunkavazada. Ana, öldürür. Çəkəndən sonra hər şey olar. Yox. Fantaziyama inan elə olacaq. Olmayacaq. Sən fantaziyada özün deyirsən. Yağmur boyalarını yığdı və belə bir kislər də götürdü. 2, 4, 6 dənə kis hər ölçüdə götürüb. Bir də su üçün stəkan götürür ki, onları istifadə eləməyə. Bu da boya stəkanıdır onun. Görürsünüz, boya gündədir, vəziyyət ağırdır. Buraya ha verdik. Bu da vlogumuza düşdü. Bu adları bura qoy. Qar dənəcikləri almışdıq. Maması pulunu göndərib. Adları bura qoy. Soyadları da bura qoy. Bunlar da suallar. Baxın, bugün nə var? Gündəliyi yazmamışım. Az tarixi riyaziyyat istəyim ədəbiyyat azdır. Və Yağmurun dərsliklərinə baxmaq istəyirdiniz. Baxın. Düz rəsmdən 5-dir, amma belə yazılır. Ədəbiyyat, şeirlərə əzbər söylədi. Texnologiya, nə konstruksiya etməsini etməni şərh etdi. Coğrafiya informasiya sisteminin fərqli sahələrini bilir, rus dilindən də əla. Rus dilindən də əla. Və rastgələ. Mətni danışa bilir. İngilis dili. Sözlər danışıb mətni tərcümə etdi, rus dili, 5-də təsvir edən. Misir mədəniyyəti xüsusiyyətlərini şərh edir, ümumi tarix. Mətni əla tərcümə etdi, rus dili, bu nədir? Mürəkkəb adları yazılmasına əməl edir. Nəsə müəllimələrin xəttini düzəmək. Proqram başlatma üsullarını
şərh edir, düzgün şərh edir. Ağacların əkilməsini şərh edir. Tunç dövrünün xüsusiyyətlərini şərh edir, məsələni həll edir. Nə? Bu nədir? Tək hecalı sözlərin yazılmasının qaydalarına əməl edir. Nəysə, şu. Bir dənə burada. Ayaş. Tərs mütənasibi məsələyə tətbiq edir. Bu da riyaziyyat idi. Yəni Yağmurun dərslikləri çox superdi, maşallah olsun. Təbii ki, hamısının özünün əziyyətinin əməyidir. Bunu taxtam zətdim bal deyim. Dönə. Birincidən 77 almışdım ilkindən. Amma o birisini düzəldib 95 aldım, sinif birincisi oldum. Bunu bu dəqiqə Polad izləyirsə, Polad sənə keçmişəm 3 bal. Və o bala aşağı gətirəndə dəli oldum. Gözün yaşın tökə-tökə çıxmışdı. Mən niyə belə almışam? Sonra dedim ki, bu səfər sənə heç nə demirəm. Növbəti şeydə düzəldirsən və halal olsun qızıma ki, təsdiqlədi. Linos. Yes. Qarda necə hələ qalır? Hə, dünən şeydə, axırıncı dərs elədilər. O vaxtda biz idman dərsində idik. Ona görə bugün... Onda balaca bir skoç da var da. Balaca skoç yoxdur, bilmirəm arqadır. Mən baxaram. O günü də ortalıqdaydı haradadırsa. Baxaram indi, verərəm birində. Yəqin ki, Nərmin maması da demişdi ki, alacam, göndərəcəm. Birini də sən hər ehtimala apararsan. Və Yağmurun sumkasını indi tərəzi gətirəcəm, ölçəcək. Görün neçə kilodur da, təsvir edin. Bu uşaq hər gün bu sumka ilə məktəbə, yəni ikinci mərtəbədə deyək, sinifləri ikinci mərtəbə qalxır, düşür. Düzü yolu mən aparıram məktəbə qədər, amma oradan sonra bu belində qaldırır onu. Niyə bu qədər təhsili bu qədər ağırlaşdırırlar? Bu qədər dərsliyi artırırlar? Və bu coğrafiya müəllimləri ilə ümumiyyətlə mənim belə deyək də ulduzum barışmırdı, bilmirəm niyə. Heç sevmirdik bir-birimizi. İstəyim kodum falan, adım hamısı ondadır. Yəqin ki doldu da. Hər şey yerində. Bunu da doldur. Termos. Ondan sonra ölçək. Tərəzini çək. Baxın, tərəziyi qoyuram. Sumkanın ağırlığı. Neçə kilodur? Bilmirəm. Bunun altından tuturam. 6-7 arasıdır. Gəzir, 6 tam altının üstündədir. Ay, qolum qırıldı. Tam 6 kilo çanta olar. Beldə 6 kilo çantaya daşıyan insan beli necə olar sizcə? İkinci mərtəbəyə qaldırıram. Plus da ikinci mərtəbəyə. Hələ bunu mən özüm aparıram yolda. Neyse Yağmur, hazırsan qızım. Saçın dara. Sifətə bax. Qıza saç darama demə. Saç darama deyəndə dəli olur da. Sən nəyə çəkirsən saçımı daramağıma? Dara. Tez o vaxt yoxdur. Dara. Yaxşı. Götürdüm. Mən niyə çəkirsən? Çön arxanı. Saçlarını da belə yığdım. Və gedirik. Açarlıdır. Məsələnmə, yaxşıdır. Deməli, qapı bağlıdır. Nənəsi həkimdən gəlmişdi. Qapını bağladı. Açarla bağlayıb ki, elə bir mən çöldəyəm də. Hə. İndi Yağmuru göndərim deyib bəsdir də. Telefon getdi əlimdən, necə qapatsası papağı ilə. İndi aç, sənə cəza. Sonra da bağla. Relaxingdir, heç də cəza deyil.
Artıq saat 7-dir, yağmurun çıxan vaxtıdır. Həm axşam, yəni saat 7-də hava çox qaranlıq olur, həm də ki dəhşət soyuq olur. Biz o yağmuru götürəndən sonra biz evə özümüzü necə çatdırırıq, onu göydə ki bir tək Allah bilir. Qaça-qaça gəlirik ki, çox üşüməyək. Və yağmuru sevənlər abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Deməli qızlar, Yağmur bir qərar verib və bu qərara fikirləşirdi, axırda qərarı tamamladı və saçlar gedəcək. Yəni saçlarını kəstirmək istəyir, arxam belə çör. Bu saçlar belə qədərdir və biz bunu indi buradan edəcəyik. İnşallah Allahın köməkliyi ilə buradan kəsəcəyik. Dejavu Ne yaşayıram. kadar verdin ki kesmeye ya? Ürəyim istədi, nə bilim. Yay gidip böylece. Dejavu yaşayıram. Yayda da belə kəsmişdik. Saxla. Və Zeynəblə başladı. Yağmur hardan istəyirsən? Gör hardan hara saç gedəcək. Bir də onu çeyrdə. Elə daha asan olacaq. O sızanır da. Sən öz saçını kəs bəlkə Bəlkə buradan kəsim. Ola bilər. Hə, kəsim. Birinci buradan kəs. Yox, kəssəm bir dəfəlik buradan kəs. Yaraşar. Yəni çiynimdən biraz Yaraşar. aşağı, çox buradan çiynin Yox, üstünə. bir dəqiqə. Buradan kəs. Buradan bəs. Yox, direkt buradan. Yox.